Bugün yolumuz Amerikada populyar mağazalar şəbəkəsindən biri olan Costco'yadır. Birinci yollanırıq mağazaya aid olan yanacaq doldurma məntəqəsinə. Onu da qeyd edim ki, Amerikada yanacaq doldurma məntəqələri bizim öyrəşdiklərimizdən fərqlidir. Burada özünüz özünüzə xidmət edirsiniz. Mağazaya daxil olduqda mütləq şəkildə abunəlik kartını yoxlayırlar. Abunəlik kartları 1 illik olur və $60-dan $120 kimi dəyişir. Mağazanın özəlliyi isə ondan ibarətdir ki, ambar tiplidir və məhsullar digər pərakəndə mağazalarına nisbətdə daha ucuzdur. Costco daha çox böyük ailələr üçün sərfəlidir, mən deyərdim, çünki bütün məhsullar böyük bağlamalarda satılır. Burada siz yeyinti məhsullarından başqa mebel, böyük və kiçik məişət texnikası, qab, paltar, dərman, kosmetika, gül buketləri, təkər, maşın yağları, zinət əşyaları, qısaca yəni istədiyiniz hər bir şeyi tapa bilərsiniz. Mağazada Adidas, Puma, Banana Republic, Carter's, Nike, Skechers, Calvin Klein və digər tanınmış brendlərə münasib qiymətə rast gəlmək olar. Qeyd edim, məhsullar xüsusi olaraq bu mağaza üçün istehsal olunur. Amerikada ən böyük pərakəndə müəssisələri üzrə 5-ci yerdədir. Qiymətləri mümkün qədər aşağı saxlamaq üçün Costco kassada alış-veriş paketləri ilə təmin etmir. Məhsulların üzərindəki qiymətə ədəvə daxil deyil, kassada ödəniş zamanı yekun məbləğə əlavə olunur. Buna görə son məbləğ təxmin etdiyinizdən fərqli olur. Bu tək Costco mağazasına deyil, həmçinin başqa mağazalara da şamil olunur. Amerikadakı mağazaların ən xoşuma gələn xüsusiyyətlərindən biri də odur ki, həm adi kassalar, həm də özünə xidmət kassaları mövcuddur. 1982-ci ildə Costco ilk dəfə qapılarını müştərilərə açanda yalnız 2 məhsul satırdı. Hot-dog və qazlı içki. 40 il keçməyinə baxmayaraq, müştərilərinə sadiq qalaraq kombo menyunun qiymətini $1.50 olaraq saxlayıb. Çıxışda aldığımız məhsulları sayaraq qəbzin üstündən xətt çəkirlər. Bütün Costco'larda bu standart prosesdir.